bizim məmurlar daha çox işləməlidirlər, daha çox təşəbbüslərlə çıxış eləməlidirlər. Gecə-gündüz prezidentin qapısını döyməlidirlər, müxtəlif ideyalarla, təşəbbüslərlə, təkliflərlə. Mən əminəm ki, prezident kifayət qədər təcrübəli adamdır və o da istəyər ki, onun rəhbərlik elədiyi ölkədə insanlar yaxşı yaşasın, o ağıllı ideyaları müdafiə edəcək, dəstəkləyəcək. Amma heç kim belə təşəbbüslərlə çıxış eləmir. Biz görürük də müşavirələrdə, hamısı başını sarı aşağı ruçkanı alır əlinə. Sanki prezident bütün sahələrin biricisidir. O səhiyyə ilə də bağlı tapşırıq verməlidir, təhsillə də bağlı, kənd təsərrüfatı ilə də bağlı, sənaye ilə də bağlı, tikinti ilə də bağlı və bunlar da gəlib onu icra eləməli. Bu heç kim məsuliyyəti özlərinə götürmək istəmir ki, mən müəyyən təşəbbüslə çıxış elədim və prezident müdafiə elədi. Sonra uğursuzluq olsa, birdən bunu mənə nöqsan tutarlar. Ona görə mən deyirəm ki, bu deyirlər texnokratlar nəminələr. Bunlar icraçılardır, bunlar tapşırıq yerinə yetirənlərdir. Bunlar da təşəbbüskarlıq yoxdur. Siyasətçi xarakteri odur ki, siyasətçi iddialı insanlardır, məsuliyyət öz üzərinə götürməyi bacaran insanlardılar. Baxın, bir insan kompüterdə işləməyi xoşlayır, biri hərbçi döyüşməyi xoşlayır. Misal üçün, biri nəsə yaratmağı xoşlayır, məsələn, mühəndis kimi, qursun, yaratsın, nəsə uşaq vaxtı da belə idi da, biri baxırdın ki, adicə nəsə əlinə düşən o materiallardan nəsə hazırlayırdı uşaqların biri. Hərənin bir istiqaməti var, bir sahəsi var. Hamı da siyasətçi olanmaz ki, müxtəlif peşə sahibi ola bilər insan. Amma siyasətçi də bu peşədir. Yəni, bunun üçün də gərək insanı çəkə bu sahə. Yoxsa indi, belə deyək də, bu hansısa, nə bilim, supermarketdə kələm satıb, o birisi hansısa bir supermarketdə lampa dəyişib. Bu prinsiplə ki, mən bunu tanıyıram və adamların vəzifələrdə irəli çəkilməsi həm də ağır nəticələri qoyub ortaya. Bax, kənd təsərrüfatını mən misal çəkdim. Yəni, o baxımdan hesab edirəm ki, o kadrların seçilib yerləşdirilməsində də mütləq və mütləq ola bilər hökumətdə bir-iki vəzifəni bir texnokrat deyilən şəxslər tutsun. Texnokrat nədir? Bax, mühəndislik, iqtisadiyyat, maliyyə sahəsində dərin biliklərə malik olan şəxslərdir. Bax, bizdə indi özünü texnokrat adlandırırlar da onlar. 16 nazirdən dedilər ki, biri yapın üzvüdür da, qalanı hamısı texnokratdır. Bunların hansı biri nazir təyin olunana qədər öz sahəsində bir uğur qazanıb da, bir elmi məqaləsi ilə çıxış edib, yaxud böyük bir şirkətdə ciddi nəticələr qoyub ortaya iqtisadiyyatda, hansı biri fərqlənib cəmiyyət tərəfindən tanınıb və ondan sonra qoyulub ora. Bunların hamısı necə tanınır? Vəzifə təyin olunandan sonra deyiblər ki, Məmmədov Həsən qoyuldu, tutaq ki, filan vəzifəyə, qoyuldu ədnənə. Bu kimdir? Haranı qutarıb? Neyniyib? Nədir? Ondan sonra tanınırlar. Siz bir dil bilməklə, dil bilmək əlbəttə böyük üstünlükdür. Mən orasını yeri gəlmişəm deyim. Amma tək dil bilməklə məsələ bitmir axı. Yenə də deyirəm, burada idarə etməni mənimsəmək başqa şeydir. Özdə texnokratların, yəni buna bütün vətəndaşlarımız indi informasiya texnologiyaları əsrində, internetdə bunu girib öyrənə bilərlər. Texnokratların ən böyük odur ki, onlar siyasi kriteriyaların nə olduğunu bilmirlər və onlar xalqdan aralı olurlar. Onlar xalqı duymurlar. Onlarda siyasi həssaslıq yoxdur. Yox, siyasi həssaslıq yoxdur onlarda. Məsələn, onlar siyasi intuisiya çox aşağı səviyyədə olur. Yəni, o baxımdan onlar texnokratların hakimiyyəti olduğu ölkələrdə, baxın, orada insan hüquqları ilə bağlı, demokratik dəyərlərlə bağlı həmişə ciddi problemlər olur. Xalq faktoru həmişə arxaya itələnir. Onlar hesab edir ki, mən bu sahənin biricisiyəm, mən gözəl bilirəm ki, misal üçün, ədliyyət sistemini necə qurmaq olar, halbuki heç nə də bilmirlər. Yəni, bax, bir misal üçün deyirəm də, indi siz məhkəmə qərarlarının dediyiniz icrası ilə bağlı, görürsünüz, orada bir normal mexanizm yarada bilmirlər ki, necə eləyək ki, məhkəmə qərarları icra olsun. Halbuki bunu mən Ədliyyə Nazirliyinin iştirakı ilə keçirilən bir tədbirdə də zamanında hələ indiki nazirə qədər demişdim ki, hakimlər qəbul olunmuş qərarların icrasına görə məsuliyyət daşınmalıdır. Məhkəmələr, hakim, bax, bir qərarı qəbul elədi, sən tutaq ki, mülki işdir.
sən bilirsən ki, bunun icrası mümkün deyil, onda elə ədalətli qərar qəbul etməlisən ki, onu icra eləmək mümkün olsun. Və sən onun nəzarətində saxlanmalısan və birbaşa icraçılardan tələb eləməlisən ki, nə oldu bu mənim qəbul etdiyim qərar. Hakimlərin fəaliyyətindən də qiymət verilməlidir o məhkəmə qərarlarının icrasına görə. Mexanizmlər yaradılmalıdır da. Amma kimdir bunu eləyən? İndi özəl icra mexanizmi yaradıldı, özəl icraçılar ki, onlarla da sən pul ödəyəsən, get mənim qərarımı icra elə. Vətəndaş təsəvvür edin ki, öz hüququnu almaq üçün əlavə indi pul ödəmək məcburiyyətində qalacaq. O indi əvvəllər bilirsiniz də gedirdilər o razborçiklərin yanına, o kriminal elementlərin yanına ki, filan qədər sənə pul verirəm, mənim bu hüququmu bərpa elə də. Banklarda problemli kredit məsələsini həll edən dəstələr var. Yəni bax, onu demək istəyirəm ki, yaradılsın, özəl olsun. İndi kimsə pul vermək istəyir ki, mən pul verirəm, icra elə, versin. Biri var indi məcburiyyətdən versin, amma dövlətin özünün dediyim kimi bu işi həll etmə imkanları var idi. Amma bu istiqamətdə də gərək islahatlar aparırlar. İslahatlar aparılmaq da müəyyən imtiyazlardan imtina deməkdir. Heç kim də o imtiyazlardan imtina eləmək fikrində deyil. Ən xırda qərarların qəbuluna da belə özləri nəzarət etmək istəyirlər, mərkəzi hakimiyyət orqanlarının rəhbərləri. Onun üçün də bax, inkişafımız ləngir.